Bir çoxları elə düşünür ki, sürüdə olan hər qoyun qazanc mənbəyidir. Əslində isə vəziyyət tam əksinə ola bilir. Bəzi qoyunlar sizə qazanc gətirmək əvəzinə hər il zərər verə bilər. Elə qoyunlar həm yeyir, tövlədə əlavə yer tutur, vaxt aparır, amma məhsuldarlığı aşağı olur. Buna görə də yaxşı qoyun saxlayan yalnız qoyun almağı deyil, hansı qoyunu sürüdə saxlamağın və hansını sürüdən kənarlaşdırmağın vaxtını da bilməlidir. 1. Uzun müddət doğmayan qoyunlar. Sağlam və normal bəslənən qoyun hər il ən azı bir bala verməlidir. Əgər bir qoyun ardıcıl illərdə quzu vermirsə, doğmursa və baytar müayinəsi də problemin davamlı olduğunu göstərirsə, onu sürüdə saxlamaq iqtisadi baxımdan sərfəli deyil. Belə qoyun il boyu yem yeyir, lakin gəlir gətirmir. 2. Balasını qəbul etməyən ana qoyunlar. Bəzi ana qoyunlar doğduqları quzunu əmizdirmək istəmir və onu öz yaxınına buraxmır. Nəticədə quzunu süni şəkildə böyütmək lazım gəlir. Bu isə həm vaxt, həm də əlavə xərc tələb edir. Əgər bu hal təkrar baş verirsə, həmən qoyunu damazlıq məqsədindən, yəni saxlamaq düzgün seçim deyil. 3. Südü az olan qoyunlar. Quzunun ilk aylardakı inkişafı əsasən ana südündən asılıdır. Südü az olan qoyunların quzuları zəif böyüyür, daha çox xəstələnə bilir və satış çəkisinə gec gəlir. Bu da quzunun əlavə, yəni xərc tələb eləyir böyüməsi üçün. 4. Daim xəstələnən qoyunlar. Əgər bir qoyun tez-tez xəstələnirsə, müalicəyə baxmayaraq problemi təkrarlanırsa, həm əlavə xərc yaradır, həm də sürünün digər heyvanları üçün risk daşıya bilər. 5. Ayaq problemi olan qoyunlar. Ayaq xəstəlikləri olan qoyunlar otlağa normal gedə bilmir, az otlayır və arıqlayır. Davamlı axsaqlıq məhsuldarlığı azaldır və uzun müddətli problemə çevrilə bilər. 6. Çox arıq və bədən vəziyyəti zəif olan qoyunlar. Yaxşı yemlənsə də kökəlməyən qoyunlarda daxili parazitlər, diş problemləri və ya başqa sağlamlıq səbəbləri ola bilər. Səbəb aradan qaldırılmırsa, belə heyvanlar sürünün ümumi məhsuldarlığını aşağı sala bilər. 7. Aqressiv qoyunlar. Digər qoyunlara və xüsusilə quzulara hücum edən heyvanlar sürüdə narahatlıq yaradır. Belə davranışlar yaralanmalara və stressə səbəb ola bilər. 8. Yelin problemi təkrarlanan qoyunlar. Tez-tez yelin iltihabı keçirən və ya süd vəzləri zədələnmiş qoyunlar quzularını normal bəsləyə bilmir. Bu da quzuların inkişafına mənfi təsir göstərir. 9. Qoca və dişləri zəif olan qoyunlar yaş artdıqca bəzi qoyunlar otu yaxşı çiynəyə bilmir. Nəticədə arıqlayır, zəifləyir və məhsuldarlıq azalır. Əsasən də bu qış aylarında daha çox baş verir. Çünki qış aylarında quru ot yediyinə görə qoca qoyunlar daha çox arıqlamağa başlayır və zəifləyir. 10. İrsi qüsurları olan qoyunlar. Ayaq quruluşu, çənə problemi və digər irsi qüsurlar gələcək nəsillərə keçə bilər. Damazlıq seçərkən sağlam heyvanlara sözsüz ki, üstünlük vermək vacibdir. Yaxşı qoyun saxlayan sürünün sayına yox, keyfiyyətinə fikir verir. Məhsuldar sağlam hər il quzlayan və quzusunu yaxşı böyüdən qoyunlar təsərrüfatın əsas sərvətidir. Zəif məhsuldarlıq göstərən və problemləri davamlı təkrarlanan
qoyunlar vaxtında müəyyən etmək və sürüdən kənarlaşdırmaq lazımdır. Bu günlük bu qədər. Sağ olun dostlar.